Bismillahirrahmanirrahim. İmam Əli əleyhissalam buyurur: Böyük və əbədidir o Allah ki, göydə və yerdə olanlar ixtiyarla və məcburən ona səcdə edirlər. Üzlərini və alınlarını ona görə torpağa sürtürlər. Sağlamlıqda və zəiflikdə ona itaat edərək hökmünə tabe olurlar. Qorxu və xavf üzündən cilovlarını onun əlinə verirlər. Quşlar onun əmr və fərmanının ixtiyarındadır. O onların tüklərinin və nəfəslərinin sayını bilir. Onların əl və ayaqlarını suda və quruda hərəkət etmələri üçün möhkəmlədib. Hər biri üçün münasib və özünə məxsus ruzi müəyyənləşdirib və onların növlərindən xəbərdardır. Bu qarğa, bu qartal, bu göyərçin və bu dəvə quşudur. Hər bir quşu adı ilə çağırıb və ruzisinə zəmanət verib. Ağır buludu yaradıb. Çoxlu və davamlı yağışlar yağdırıb. Hər bir yerin ondan olan payını müəyyənləşdirib. Yerə quruluqdan sonra su verib və quraqlıqdan sonra onda bitki bitirib.